Çox hörmətli və səmimiyyətsiz Nura Suri xanım. Əvvəla bildirim ki, sizin bəzi problemlərlə bağlı cəsarətli çıxışlarınızı həmişə alqışlamışam. Son günlərdə sizin tədbirlərə çağırılmamanızla bağlı fikirlərinizin yaratdığı gündəmi nəzərə alaraq şəhərdə Nura Surinin hansı mahnısını tanıyırsınız mövzusunda sorğu keçirdim. Təəssüflər olsun ki, sizi cəmi bir nəfər tanıdı və onu tapana da çox əziyyət çəkdim. Dünən status yazmışsınız ki, heç bir dəftərdə adı olmayan sorğu aparıb falan. Nəzərinizə çatdırım ki, Sorğu TV qısa müddətdə yaransa da, sizin 20 illik fəaliyyətinizə baxmayaraq, sizin sosial şəbəkə hesabınızdan daha çox izləyicisi var. Eləcə də sizdən çox xalqa xidmət göstərir. YouTube kanalında Sorğu TV'nin 20 mindən çox izləyicisi var. Amma sizin YouTube kanalınız 20 ilə güclə 7 min olub. Eləcə də TikTokda Sorğu TV 58 min izləyici qazanıb, amma siz 32 mində qalmışsınız. İndi gələk əsas məsələyə. Xalqın damarına işləyəcək bir-iki mövzu tapıb tənqid edirsiniz. Amma sizin çatışmazlıqlarınızı tənqid edəni dərhal bloklayırsınız. Bunu sizin statusunuza şərhə cavab yazmağım 3 dəqiqə olmamış, mənə cavab yazmağa cəsarət tapmayıb, dərhal bloklamağınız, eləcə də sizə yazılan tənqidləri silib, ancaq tərifləri saxlamağınız əsas sübutdur. Mən sizdən dürüstlük gözləyirdim, amma indi bildim ki, çox yanılmışam. Reallıqla barışın ki, sizi insanlar tanımır. Çünki müğənni kimi fəaliyyətiniz çox aşağı səviyyədədir. Siz müğənni kimi bacarmasanız da insanların şüuruna təsir edəcək xüsusi bacarıqlarla gündəmdə olub reyting qazanmışsınız. Məsələn, Əgər mənim həyat yoldaşım, hansı ki mən bununla rastlaşmışam da hamilə olan vaxtı. Yəni əgər o gedib qıraqda nəsə edib evinə gəlibsə, mən onu xəyanət kimi görmürəm. Yəni bu kişinin fizioloji olaraq tələbatı falan qadından biraz fərqli olduğuna görə və mən özüm 3 oğul anası olduğuma görə mən kişi psixologiyasını artıq anlamışam. O səni sevməməkdən irəli gəlmir. Mənə görə. Çünki yəni elə bir kişi yoxdur ki, qadınına bir dəfə də olsa nəsə gedib kənarda bir şey eləməz. ya da açıq-saçıq geyimlərinizlə, baxımlı bədəninizlə gündəmdə qalmağı bacarmısınız. Sizə bir məsləhət verim. Ya ancaq danışın, şou ilə kütləni əldə saxlayın. Ya gözəl bacardığınız süni intellektlə xalqı ələ alan statuslar yazıb gündəmdə qalın. Ya da belə açıq-saçıq geyimlərlə bəzi insanlar kimi xırda-mırda iç geyim dükanlarında, butiklərində reklam edin, amma əsla müğənnilik etməyin. Görürsünüz ki, bu sizlik deyil. Qaldı ki, trollarınıza yazdırırsınız ki, mən sifarişlə sorğu çəkmişəm, pul almışam falan. Mən Mədəniyyət Nazirliyindən heç kimi tanımıram və heç vaxt görüşməmişəm. Nə də hansısa vasitəçi ilə mənə nəsə çatmayıb. Bunu sübut edən olsa, bildirdiyi məbləğin 10 qatını verəcəm. Yoxsa mənim haqqımda bilmədən, yalandan belə şər, böhtan dolu sözlər yazırsa, danışırsa, əxlaqsızlığın, tərbiyəsizliyin ən böyüyüdür. Bu qədər alçalmayın.